Deyirəm bu ölkənin yiyəsi var yoxsa yox? Yoxdur. Yoxdur ki mən bu gündə. Mən Ermənistana keçəcəm. Mən bu dövlətdən imtina eləyirəm. Gül, sən gül. Güldan deyirəm, gül. Görək axırda kim gülür? Gülün belə dövlətə, belə millətə. Vay Allah, sən kimin dövlətdən sənin nə işin var? Mənim dövlətdən işim oldu ki, Prezident İlham Əliyevə də müraciət eləmişəm. Mehriban xanıma da müraciət eləmişəm. Mənim işimə baxan yoxdur. Mən sağlamam, mənim sənətlərimi gözümün qabağında dedər, alçaq. Sən sağlamsan, get xidmətini elə. Dövlət mənə 80 manat pul verir, gözünüzə gitsin. Mən niyə ailəmlə, mənim ailəmə niyə atan baxmalıdır? Mən imtina edirəm Azərbaycandan. Mənim prezidentim dəyişilsin. Mən prezidentə sana heç kimə girəni yerlər deyiləm. Mən heç kimə çökə erməmişəm. Şərəfsiz bala, onlardan sahil, bala yandı, Koçaryan oğludur nədir? Nə oturub orada? Yalanlar 3-4 tane qazını tumarlayır orada. Elə şey lazım deyil. Oğlanlar kırılır arkada. Niyə pul yığır orada? Yenə də müharibə olsa, şərəfsiz məmurların balasını yerinə mən gedəcəm. Çünki bu torpaq mənimdir. Məni kimi kasıblarımdır. Eşidirsən məni? Mən Ermənistandan sığınacaq istəyirəm. Ermənistandan, Paşinyandan sığınacaq istəyirəm.